Müğənni Vəfa Şərifovanın ifa etdiyi mahnının oğurluq olduğu iddiası efirdə üzə çıxıb. Məsələ rəngarəng verilişində müzakirə olunub və tərəflər arasında gərginlik yaşanıb. Bildirilib ki, əməkdar artist Könül Kərimova həmkarına öz repertuarında yer alan Yar Başına Dönüm adlı mahnını oxumağa qadağa qoyub. Vəfa Şərifova sözü gedən mahnının sözlərini dəyişdirərək Ata adlı adı ilə ifa edib. Könül Kərimova məsələyə sərt münasibət bildirib. O qeyd edib ki, mahnı olduğu kimi oxunarsa buna etirazı yoxdur. Lakin bəstənin sözlərinin dəyişdirilərək təqdim olunmasını qəti şəkildə qəbul etmir. Əməkdar artist vurğulayıb ki, həmin mahnı onun sənət fəaliyyətində xüsusi yer tutur və sözlərinə toxunulması yol verilməzdir. Kərimova hətta bildirib ki, bu məsələ maddi tərəflə bağlı deyil. Onun sözlərinə görə 100 min manat təklif olunsa da mahnının mətninə dəyişiklik edilməsinə icazə verməz. Sənətçi əlavə edib ki, özü belə həmin mahnının sözlərinə müdaxilə etməyi düşünməz. Qeyd edək ki, məsələ sosial şəbəkələrdə də geniş müzakirələrə səbəb olub.